Salam millət, necəsiz? Bu günləri Kia Sorento 2011 model Limited'in amortizatorlarını təmir edirik. Daha doğrusu bizdəki hazır yığılmışlar ilə değişirik. Nəyə görə müştərilərimiz gələndə daha vaxt itirməsin, gələn kimi 30 dəqiqə ərzində maşını hazır olsun. Üstündən çıxan amortizatoru görürsünüz. Oxuna baxın, bütün pas və ən əsası burada ikinci bir sırğa yeri svarkalayıblar. Bu da nəyə görə eləyiblər? Sol tərəfin amortizatorudur bu. Götürüb qoyublar sağ tərəfə və sağ tərəfdə də belə deyim də sağdan sırğa girdiyi üçün, bu da solun amortizatoru olduğu üçün sırğa tərəfi bu tərəfdədir. Ona görə bir dənə də bundan svarkalayıblar. Qəribə bir şey olub. Bu da ki amortizatoru tapa bilməyiblər. Sağ tərəfin amortizatorunu tapa bilmədiklərinə görə götürüb bunu qoyublar. Plus da üstdən qaz vurublar. Yəni basmaq olmur və səsi də eşidirsiniz də yəqin ki. Bir dənə yaxına gəl zəhmət olmasa. Bu içindəki udarnikin dağılmasının səbəbində yaranan səsdir. Qeyd edim ki, Kia Sorento'larda belə bir udarnik olur və bu da ki tez dağılan bir şeydir. Patoloku 100.000'də dağılır. Bu eskalator bir qırağa. Bizim hazır etdiyimiz amortizatorların içində isə Yaponski udarnikdir. Yəni Yapon istehsalı. Yəni bu da ki sonsuza qədər gedir, dağılmır. Amortizatorları hazır etmişik. Qazları vurmuşuq. Tam hazır vəziyyətdədir. İndi maşının üstünə quraşdıracağıq. Və gələk əsas məsələyə. Arxa amortizator. Gördüyünüz kimi Limited'lərin arxasında belə bir amortizator gəlir və bu da 809 manatdır. Bunu da nə qədər təzəsini alsanız da yenə də bizim yollarda davam gətirmir, dağılır. Maşının arxası kötü kimi olur. Yəni elə bilin ki belə atdan attına gelirsiniz. Onun yerinə isə sadə Kia Sorento'nun amortizatorunu qoyacağıq. Yəni Limited olmayanı. Bunun bütün toker işləri görülür. İndi burada içi də yığılacaq və qoyulacaq üstünə. Üzr istəyirəm. Sağlam olun. Bunda cəmi qiymət 620 manat eləyirdi. Prosta bu iki dənə udarnik də dəyişiləcək. Plus üstünə 50 manat pul gələcək. Nə qədər elədi? 670 manat. Bəli, 670 manat eləyəcək cəmi qiymət. Qeyd edim ki, sadə Kia Sorento'larda, yəni Limited olmayanlarda qiymət biraz daha aşağı olur. Yəni 480-470 civarlarında olur. Daha bu niyə Limiteddir? Görsünüz üstündən çıxan amortizatorlar. Neyim daha mən? Buna baxın. Ya bu işdir. Bu gördüyünüz şey işdir. Elə bilin ki 212 amortizator deyə. Mənim kimi belə qol qüvvətli 5 nəfər olsun, yəni bunu basa bilməz. Qol qüvvətli özdə. Bu gördüyünüz paduşkadır. Paduşkanın da bax, bir dənə üstünə bas zəhmət olmasa kameraman. Belə bir partlaq var burada. Partlaqda ki qorxulu bir şeydir. Yəni Sorento, Santa Fe, Veracruz sürənlər bu videoya diqqətlə qulaq assın. Bu saniyələrə daha doğrusu. Bu paduşkada belə partlaq olanda, çürüyü olanda, sonra yüksək sürətlə gedəndə bu bir dənə yerindən belə açılsa, partlasa, siz idarə etməni itirəcəksiniz. Paduşka bax belə olmalıdır, tərtəmiz. Yəni heç bir çürüyü olmalı deyil. Əsasən Koreyadan gələn maşınlarda bax o göstərdiyim çürüyü var idi ya, pas çürüyü. Bax elə olur. Ona görə Koreyadan gələn maşınlarda biraz diqqətli olmalısınız.